müharibə nə qədər davam edəcək? Getdikcə İran daha çox İsraili vuracaq. İran yetkililərinin, yəni rejimin mahiyyətini demək istəyirəm. Qafasında belə bir sual var ki, sən bizim məktəbimizi vurdun, biz sənin məktəbini vurduq. Fabriklərimizi vurdun, yataqları vurdun, biz də cavabını verdik. Eyni zamanda bu cavab vermə davam edir. Amma kəsiz bir sual maraqlandırır. Bunlar özləri elan elədilər ki, Xamneyini biz öldürdük. Bəndə Xamneyinin ölməyinin qarşılığı da olmalıdır. O necə olacaq? O kimdir bəs? Əgər o adam ölməsə, Kim? müharibəni İran dayandırmayacaq. Kim? Kim deyib mən vurmuşam? Netanyahu. Bibi. Bibi. İndi Bibinin danışıqlar masasının olması nə qədər doğru olacaq? Mümkün deyil ki, Zahir bəy. Sən Xamneyini öldürmüsən, bir millətin lideridir. Özdə vilayəti fəqiqdir. Bu elə-belə prezident deyil ki. Sən onu öldürmüsən, tərəfdarları ya dövlət anlayışı, o fəlsəfənin sahibləri onun qarşılığını verməlidirlər. Hər kəs bunu gözləsin. Bu mümkünsüzdür ki, Xamneyini öldürən adamları, indiki İran rejimi ya dövləti cavabsız qoysun, o mümkün deyil. Onda gələr özlərini intihar edərlər, özləri süqut edər, dövlətin olmamağı haqqında bəyanat verərlər. Əgər vilayəti fəqiq üstü yaşayırsa, sistem davam edirsə, hökmən dini liderin öldürülməsinə qarşı onun cavabdeh olan tərəfin liderini öldürməlidirlər. Bu dövlətin fəlsəfəsidir. Keçən dəfə də Bakıda danışdıq. Görünür insanlarımız elə düşünürlər ki, biz Yanlış deyirik. anlaşılmadı. Biz deyirik. Yox. Biz dövlətin fəlsəfəsini, mahiyyətini danışırıq ki, hansı addım atsan, nə ilə rastlaşarsan. Qisas da bilirsiniz, İslam fəlsəfəsindən gəlir. Yəni bunlar hər bir fikri səsləndirəndə onun ideoloji tərəflərini öncədən hazırlayıb səsləndirirlər. Qisas elə belə demirlər ki, ya söz xatirinə demirlər ki, o artıq Quran-ı Kərimin özündən gələn bir fəlsəfi düşüncənin ifadəsidir. Ondan danışırlar, qisasa qisas. O baxımdan da savaşlarında görürsünüz, qarşı tərəf hansı bir addım atmayanda bunlar atmır. Qarşı tərəf elan eləsə ki, heç bir tesislər vurulmayacaq, yeraltı zənginliklərə dəyməyəcək, bunlar da eləməzlər. Öncədən nə edəcəklərini bunlar elan eləyiblər. İranın nə edəcəyi proqnozlaşdırılıb. Amma qarşı tərəfin nə edəcəyi proqnozlaşdırılmır. Çünki heç bir kurala uyğun hərəkət eləmirlər. Nə dövlət əxlaqları var, nə insanlıq əxlaqları var, nə uluslararası haqq tanıyırlar, heç bir haqq tanımırlar. Ona görə onların nə atacağı addımı heç kim müəyyənləşdirə bilməz. Müəyyənləşdirə bilmədiklərinə görə də onların hara getdiklərini özləri də bilmir. Amma hər gün daha çox faciələrə yaxınlaşırlar. Trumpın bir gün eşitsək ki, Ağ Evdə intihara təşəbbüs edib, bunu gözləməyə dəyər.